Eşitmə və nitq qüsurlu uşağın qohumu bugün qaynar xəttimizə zəng edərək nəzərimizə çatdırdı ki, 11-ci sinif şagirdi təhsil aldığı məktəbdə döyülüb. Bu faktı eşidər-eşitməz dəhşətə gəldik, məsələni araşdırmaq qərarına gəldik. Əməkdaşımız Ruslan Eldaroğlu bu işi üzərinə götürdü. Nələri öyrənə bilib izləyək. Deməli, uşağa xəsarət yetiriblər bazar günü. Bilmir, tanımayan bir adam, uşaqlar, 3 dənə uşaq gəlib, polis də orada olur məktəbin içində. Gəlib uşağın ikinci mərtəbədə vurublar. Ağabacı xanımın bu iddiası Nizami rayonu 3 sayılı əqli qüsurlu məktəbdə qardaşı oğlunun başına gələnlərlə bağlıdır. Müsahibimin dediyinə görə qardaşının 3 övladı var ki, onların da hamısı eşitmə və nitq qüsurludur. Xanım iddia edir ki, onlardan biri, 21 yaşlı qardaşı oğlu Elnur Baxşiyev təhsil aldığı məktəbdə döyülüb. Hadisə yanvarın 18-ci tarixində məktəbin 2-ci mərtəbəsində baş verib. 3 nəfər şəxs Elnuru döyərək ona bədən xəsarətləri yetirib. Hətta zərərçəkənin burnu da sınıb. Bunu sübut etmək üçün bizə həmin hadisənin həvəskar görüntülərini də təqdim etdi. Məktəb direktorunun dediyini, bunun dediyinə görə, mən özüm orada şahid olmamışam. Deyib ki, bu gedib kimiyəsə deyib, hədə qorxu vurub, polis deyib, onu yolda vurublar. Məktəbi qutaran uşaqlar, mən bu uşaq üçün onu tanımır. Bu da bacım da deyir ki, məktəb direktorun əli ilə olub. Bu uşağın onlarla oturdurucuğu yoxdur. Bu 11-də oxuyub, o 5 il bundan qabaq oxuyub, 3 il bundan qabaq məktəbi qutarıb. Şikayətçinin iddiasına yerində aydınlıq gətirmək məqsədi ilə üz tutduq həmin məktəbə. Məktəbin giriş qapısına çatar-çatmaz bizi tərbiyəçilər və mühafizə polisi qarşıladı. İçəri keçib direktor Bahar Kərimov ilə danışmaq istəyimiz elə istək olaraq qaldı. Bizi nazirliyin icazə olunsun, Özünü mülayim müəllimə kimi təqdim edən pedaqoq bizə yalnız onu bildirdi ki, bu hadisə məktəbdə yox, kənar ərazidə baş verib. Daha geniş mövqe almaq istəyimiz isə mülayim müəllimənin sərt reaksiyasına səbəb oldu.